Sana bayaqdan da bu kürə qapaqları haqqında ətraflı məlumat verdin. Düzdür, daha ətraflı sənin YouTube kanalındadır, Evet. bir də Instagram kanalında. Dediyim kimi, TikTok kanalı yoxdur. Yəni qardaş işlətmir TikTok kanalını, TikToku ümumiyyətcə. Amma istəyən olsa şərhdə adını qeyd eləmişəm. İndi kürə qapaqlarından keçək. Bu Rus nədir? petsinin qapaqları. Rus petsinin qapaqlarına, yəni bu haqqda biraz ətraflı məlumat ver. Yəni qısa. Rus petsi qazan yeməkləri bişirmək üçün olan bir petsdir. Son zamanlarda bizdə yeni bir aksesuarlar da var ki, səbət aksesuarıdır, paslanmaz metaldandır və bunun özünün başqa kabab pişirmək üçün qapağı da var ki, artıq siz Rus petsini təkcə qazan yeməkləri üçün yox, həmçinin təndir kimi istifadə edə bilirsiniz. Bu da bir özəllikdir. Yəni Rus petsinin əsas birinci detalı çuğun plitələridir. Bizim mağazamızda 4 model çuğun plita modeli var, 58-in 58-ə modellərdir. Bunların fərqi sadəcə naxışlarındadır. Birinin üzərində versace naxış var, digərinin üzərində yox. Bəzi müştərilərimiz var ki, Qiymətdə fərq eləyir də qiymətlərdə yəqin ki. bəli, müəyyən qədər fərq yox, çox böyük fərq deyil, amma müəyyən qədər fərq eləyir. Bəzi müştərilər var ki, qaynaqçılar məni daha yaxşı anlayır. Evdə hər bir naxış versace naxışdır, darvazanın naxışı. Hə, sırf ona görə Belə müştərilər buna daha çox tərcih eləyir. Amma sadə model daha çox belə deyək də tərcih olunan model.